Salam. Bugün maliyyə analitiklərinin ən çox istifadə etdiyi sistemlərdən danışacağıq. ERP, SAP və Oracle. Əgər siz maliyyə və mühasibat və ya data analitikası sahəsində işləmək istəyirsinizsə, bu terminlərlə tez-tez qarşılaşacaqsınız. İlk olaraq ERP anlayışından başlayaq. ERP, Enterprise Resource Planning, yəni müəssisə resurslarının planlaşdırılması sistemidir. Sadə dillə desək, ERP şirkətin bütün məlumatlarını bir yerdə toplayan böyük idarəetmə sistemidir. Şirkətdə satış baş verir, məhsul alınır, maaş ödənilir, ambarda dəyişiklik olur. Bütün bu məlumatlar ERP sistemində saxlanılır. Bu səbəblə də ERP sistemlərinə bəzən Data Warehouse, yəni məlumat ambarı da deyilir. Dünyada ERP sayəsində ən məşhur iki şirkət, SAP və Oracle hesab olunur. SAP xüsusilə Avropa şirkətlərində, Oracle isə daha çox Amerika bazarında geniş istifadə olunur. Azərbaycanda isə böyük holdinqlər, banklar, korporativ şirkətlər arasında ən çox SAP sistemi ilə qarşılaşmaq mümkündür. Maliyyə analitikləri üçün SAP biliyi bir çox vakansiyada artıq üstünlük deyil, tələb kimi qəbul olunur. İndi isə ekranda gördüyünüz fayla baxaq. Bu spreadsheet, yəni Excel cədvəli ERP sistemindən çıxarılan data extraction'dır, yəni məlumat çıxarışıdır. Bu extraction SAP Business Objects tətbiqi vasitəsilə hazırlanır. Business Objects SAP sistemində saxlanılan məlumatları çıxarmaq və analiz etmək üçün istifadə olunan alətdir. Adətən maliyyə analitikləri bu məlumatları Excel-də işləyir. Çünki Excel hələ də reporting və data analizi üçün ən vacib proqramlardan biri sayılır. Cədvəldə gördüyünüz hər bir sətir müəyyən maliyyə və təsviri məlumatları göstərir. Sol tərəfdə descriptive files, yəni təsviri sütunlar yerləşir. Burada tarix, məhsul adı, region, mağaza tipi və digər məlumatlar olur. Sağ tərəfdə isə maliyyə göstəriciləri yerləşir. Satış məbləği, xərclər, gəlirlər və digər rəqəmlər. Artıq SAP sistemində hansı məlumatları çıxardığımızı bildiyimiz üçün hazırladığımız reportun, yəni hesabatın strukturunu qurmaq daha asan olur. Məsələn, məlumatlarda 2 il mövcuddur, 2015 və 16. Bu səbəbdən reportda həmin illər üçün ayrıca sütunlar yaradılır. FMCG, yəni Fast Moving Consumer Goods, sürətli satılan gündəlik istehlak məhsulları sektorunda ən vacib göstəricilərdən biri Volume Sold, yəni satılan həcmdir. Bu, maliyyə göstəricisi olmasa da, şirkətin satış performansını anlamaq üçün çox vacib hesab olunur. Daha sonra Gross Sales Income, yəni ümumi satış gəliri, şirkətin müştərilərə endirim etməzdən əvvəl qazandığı məbləği göstərir. Bundan sonra isə discounts, yəni endirimlər çıxılır. Çünki Gross Sales Income minus discounts equals net sales. Yəni ümumi satış gəlirlərindən endirimləri çıxanda net sales, xalis satış əldə etmiş oluruq. Net sales şirkətin real olaraq bank hesabına daxil olan satış məbləğidir. Maliyyə analitikləri şirkətin vəziyyətini analiz edərkən ən çox bu göstəriciyə diqqət yetirirlər. Əgər net salesdən cost of goods sold, yəni satılan məhsulların maya dəyərini çıxsaq, gross profit əldə etmiş oluruq. Yəni ümumi mənfəəti əldə edəcəyik. Gross profit şirkətin məhsulunun istehsal xərclərini nəzərə aldıqdan sonra nə qədər qazandığını göstərən ilkin mənfəət göstəricisidir. Bununla yanaşı mənbə cədvəldə daha iki vacib xərc mövcuddur. Distribution expenses, yəni paylanma xərcləri və warehousing expenses, yəni anbar xərcləri. Bu göstəricilər də hesabata əlavə olunur. Nəticədə Full Delivered Margin əldə edilir. Full Delivered Margin FMCG sektorunda istifadə olunan vacib gəlirlilik göstəricilərindən biri hesab olunur. Bu göstərici şirkətin məhsulunun istehsalı, ambarda saxlanılması və daşınması xərclərini nəzərə aldıqdan sonra nə qədər qazandığını göstərir. Əslində maliyyə analitikinin işi yalnız rəqəmlərə baxmaq deyil. Onun əsas işi böyük datanın içindən düzgün məlumatları tapmaq, onu analiz etmək və biznes üçün mənalı qərarlara çevirməkdir. Məhz buna görə də ERP, SAP və Excel bilikləri bu sahədə çalışan insanlar üçün çox vacib hesab olunur. Dinlədiyiniz üçün təşəkkürlər.